Sumqayıt şəhər polis idarəsi Dövlət Yol Polisi şöbəsinin əməkdaşları, digər aidiyyatı dövlət qurumunun mütəxəssisləri ilə birgə avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərəri minimuma endirmək məqsədi ilə profilaktik tədbir keçiriblər. Bölgə TV xəbər verir ki, tədbir zamanı nəqliyyat vasitələrinin texniki sazlığının mütəmadi olaraq diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb. Qanunvericiliyin tələbləri onlara izah edilib. Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələri sürücülərinin diqqətinə bu halın aradan qaldırılmasının vacibliyi çatdırılıb. Qeyd edək ki, Daxili İşlər Nazirliyi bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə 2025-ci ilin oktyabr ayının 20-sindən noyabr ayının 20-sinədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Respublika ərazisində təmiz hava aylığı elan edib. Nəzərə alınmalıdır ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Fatimə Bəhramqızı, Bölgə TV.